Salam, hər vaxtınız xeyir. Başı vaxtı ilə saat 20:00-da göstərilir və o deməkdir ki, biz sizin qarşınızdayıq indi bu dəqiqə. Cəmaət adını yedirsən sən bax. Şeir hansını çəkirəm onu deyirəm də. Anamla bizim görüşümüz oldu və anam bu görüşdə dedi ki, bu görüş məncə şeirsiz yan keçməməlidir. Sənin canın üçün yalansa. Ana 30 lira bir anda bir də 35 dəqiqə anda deyir. Şeirsiz keçməsin dedi qızım. Mən dedim ki, yaxşı ana, Hugo'dan deyək. Çünki anam Hugo'nun başına. Bir Hugo sevərdir, bir Hugo. Ölürəm Hugo'ysan. Onun şeirlərindən deyək və bu dəfə anamın istəyi ilə seçilmiş bir şeirdir. Ha? Kimin istəyi? Mənim istəyim nə? Mən Hugo'nun oturduğu yerdə zəhləm gedir. Hugo. Hugo harada oturur? Yəni sözümün canı həm sevənlər, həm anasını sevənlər, həm ailəsini sevənlər bu şeir Demək yığıcam dedə. 2 saat danışırlar ya. Bu şeir sevgi içində barındırır. Oğlanlar sevgililərinizə göndərə bilərsiniz. Ana şeiri. Yoldaşlarınıza göndərə bilərsiniz. Ananıza göndərə bilərsiniz, bacınıza göndərə bilərsiniz. Belə ağlamağa şeir. Həyatınızda sevdiyiniz kimdirsə, bunu heç bir şeyə bölmədən, qadınlar siz sevdiyiniz yoldaşınıza, sevdiyiniz oğlana göndərə bilərsiniz. Yəni tam sevgi bir şeir. Hələ deyirəm mənim xoşum gələcək. Anamın ən sevdiyi şeirlərdən biridir. Könlüm çiçək açdı mənim, könlüm çiçək açdı şeirini sizin için səsləndirir. Könlüm çiçək açdı? Hə, könlüm çiçək açdı. Hugo'nun könlüm çiçək açdı mənim, könlüm çiçək açdı. Hugo'nun başına bir köprü şeirlər yoxdur Hugo'nun. Belə demə də. Başlayırıq sizin için bu şeiri deyirik. Diqqətlə dinləyin. Yəni dediyim kimi bu şeiri can rahatlığı ilə sevdiklərinizə göndərə bilərsiniz. Buyur anacığım. İndi nə deyim, könlüm çiçək açdı? Hə, 2 dəfə. Könlüm çiçək açdı, könlüm çiçək açdı. 2 dəfə niyə 2? Deyəndə sən, belədir şeir. Of, uzatma nəhləsən. Buyur. Könlüm çiçək açdı, könlüm çiçək açdı. Əlimdəki iplər getdi, saçımdakı dənlər qaldı. Çiçək açandan sonra. Könlüm çiçək açdı, könlüm çiçək açdı. Sənlə bir ağacın altında görüşümüz yadıma düşdü. Sizin baxçıdan zaten şehirde çiçəkdən bir şey dinləndə. Bax, orada neyini yerləridir? Dinləndə sən. Könlüm çiçək açdı, könlüm çiçək açdı. O qara qış günündə gecə yarısı sənin əynində palto, mənim əynimdə nazik, tirkatin paltar. Özü tirkatin olub ha, məndə palto. Donurdum mən ya. Sən şeir bir də. Könlüm çiçək açdı. Qızım, könlüm çiçək açdı. Ətrafıma baxdım, ətrafımda sarılı olan neçə dənə balqabaq və sənin yanında kiçik bir ulaq var idi. Ulaq nədir? Dinəndə. Vay bəyquşdu o da. Dinəndə. Könlüm çiçək açdı, könlüm çiçək açdı. Çiçək qaçacaq indi. Yamacıma gələ bilmədin, əllərimi tuta bilmədin. Biz iki şanslı insan, iki şanssız insana qarşı ətrafı bürüyən bir çiçək, göydə uçan təyyarə, yerdə gedən qatarlarla yarışır. Sənin başına düşsün, nə aldanırsan? Şeirdir də. Bu necə şeirdir? Bunu sevgililə də göndərəcək. Anasının bastı göndərəcək. Hugo'dan çıxmayan iş. Sən bu çiçəkdən də bir pox yedi orada. Dinəndə. Könlüm çiçək açdı, könlüm çiçək açdı. Mən sənə bir aş gətirdim. Sənsə mənə nə daş verdin, nə də baş. Qoydun gözlərimdə yaş. Görməzdim səni çaş. Sən şeiri yerində dinəndə, hə. Mən şeiri yerində deyirəm. Mənim könlüm çiçək açıb, səndə aləm dağılıb, aləmi yıxmışsan bir-birinə day. Nələr eləmirsən, mən könlüm çiçək açıb, könlüm çiçək açmayıb biz. Sən şeiri bir. Könlüm oluyor. Dinə. Könlüm çiçək açdı, sən çiçəkdən bir pox gider Sən orada. şeiri bidir. Ana şey vaxt gedir, şeiri bidir. Könlüm çiçək açdı, könlüm çiçək açdı. Cəhənnəmə açdı könlüm. Könlüm də çiçək açmaqdadır. Bu yollar hara gedir, izi haradır, Cəhənnəmin tozu dibində. haradır, mənim məkanım haradır, mənim yolum hardadır. Bax, sən dibində. Sonra, sən dinə. Könlüm çiçək açdı. Çünki çiçəkdən də bir pox gider. Söz dinəndə. Könlüm çiçək açdı. Yaramaz qəlbim yaralı qəlbinə vurulanda, mən səhvi orada etdim. Mən səhvi sənə inanmaqda seçdim. Sənin dibində. Sən dinəndə. Daş sənin olan cildimə düşdü. Gec qız. Könlüm çiçək açdı. Biri deyir salamat könlüm çiçək açmasın. Neyini baxır? Sən duvara tutuşu kimi könlüm çiçək açdı. Yaramaz oğlu yaramaz, yaramaz qızına mı vuruldu yaramaz? Könlüm çiçək açdı, yaramaz. Könlüm çiçək açdı. Bəxtimin ucu göynəyir, bəxtimin ucu köynəyir. Köynəyir. Nəyin ucu göynəyir? Deyir. Könlüm çiçək açdı, könlüm çiçək açdı.
Məndən bir şey getmir orada. Özüm atmışam. Yaxşı ki səni tanımamışam. Əlvida qismətim. Bu fayırı bir de Adi bağlarsan adi anladı. adi. Vallahi bir şey diyorum. Hadi. Kısa metrajlı film değil bu. Hadi ana. Çölüm çiçeği açtı, çölüm çiçeği açtı. Sən adi məncə bu şeir məni çox təsirləndirdi. Kısa. O danışsam Hugo'dur, Hugo'dur. Mənə işi değil. Ha, Hugo. Hugo'dur, Hugo sen nesən? Bu şehir nedir? O sonra da kızı söysən. Bu söyüşe gelir de. Ben çiçeği açıram orada. Çölüm çiçeği açtı, çölüm çiçeği açtı. Bana ben bekliyorum. Pox da döyürəm orada. O alemi vurmuşam bir küçə. Tutuquşu kimi içəri mandiram. Bu dağdan daşa çıxır, düşür orada alemi gəzir bir-birinə. O dedi ki ana oturur burada əsərbaşı kızı söyür. Ben söymeyeyim neyini? Hugo'dur, nədir bu? Ne eləmişsə şarı eləmədi. Anam könlünün vəfasının səsini sizə dinlərir. Hadi ben istiqtar yığışı gəlirəm mən. Hadi ana, sizə öz dərin hüzünlərini bildirdi anam. Ne üzrə gəlmişəm mən? Yəni anamın hal-hazırda bulağı daşdı, elə deyə bilərəm. Nəyim daşdı? Bulağı daşdı. Sen başıma ye bulağı da. Oturdu ana, hə. Nə oturmaq Bulağı ya? daşdı. Ona görə də bu şeir anama çox pis təsir elədi. Həmişə bu şeiri deyəndə anam deyir ki, ana, qızım, yaramın üstünü qanadırsan Hugo ilə. Oo, kül Hugo'nun yarası qanlasın. Ona görə şeiri dinlədinizsə, Bir de belə şeir mənim ətin yazıb bir kere göndərmə. dinlədinizsə sizə Yox. dərin təşəkkürümüzü bildiririk. çox, Biz də bu çox. şeiri deyəndə çox sevinmiş, çox kədərlənmişdik. İnan bunu oxuyanda 2 dənə Novokain vurdurmuşam. Novakaya yanmışdı o. Sen başıma şehir diyen bak. Nereye gideyim?